Salam, hörmətli izləyicilər. Bugünkü izahımız artıq sözünün hansı nitq hissələri kimi işləndiyi və fərqləndirilməsi olacaq. Videomuza başlamamışdan əvvəl videomuzu bəyənməyi, kanala abunə olmağı və rəy bildirməyi unutmayın. Və paylaşsanız da pis olmaz, başqaları da faydalansın və vaxt itirmədən başlayaq. Deməli, artıq sözü üst nitq hissəsi kimi işlənə bilər. Əsas nitq hissələrindən sifət, zərf və köməkçi nitq hissələrindən olan ədat kimi. Bəs bunlar necə fərqlənir? Əgər artıq sözü ismə aid olarsa, məsələn, artıq tamah baş yarar və yaxud da artıq adam gəlməsin. Yəni gördüyümüz kimi artıq söz əgər ismə aiddirsə, necə adam, artıq adam, necə hansı suala cavab verib, ismin əvvəlində gəlibsə, ya da ismə aiddirsə, deməli nə götürəcəyik onu? Sifət kimi götürəcəyik. Necə sualına cavab verib, feil aid olarsa, zərf götürəcəyik. Məsələn, artıq yemək ziyan edər. Artıq danışma. Yəni gördüyümüz kimi nə cür sualına cavab verir və nə olur? Birincində oldu sifət, ikincində isə nə cür sualına cavab verir? Feilin yanında gəldiyi üçün nə olacaq? Zərf olacaq. Bəs ədat kimi necə olacaq? Ədat kimi işləndikdə isə yadda qalsın ki, heç bir suala cavab verməyəcək və zaman məzmununu bildirəcək. Məsələn, baxaq, artıq mən getməliyəm. Yəni artıq məzmununda zaman mənası var. Artıq vaxt çatıbdır ki, mən getməliyəm. Vaxtım çatıbdır. Getməliyəm. Yəni burada da hansı nitq hissəsi olacaq? Ədat kimi. Həm də baxın, artıq mən getməliyəm. Necə getməliyəm? Artıq. Necə mən? Artıq mən. Yəni heç bir suala cavab vermir. Onun üçün də nə götürəcəyik? Ədat kimi götürəcəyik. İzahımız bu qədər. Başqa nəyin izahını istəyirsinizsə, yorum hissəsinə yaza bilərsiniz. Ümid edirəm ki, xoşunuza gəldi. Sağ olun.